Salam əziz uşaqlar və valideynlər. Öncəki videomuzda burada yorğun müəllimə işdən gəlib, öz övladlarla dərs yazan vaxtı video çəkib, burada kiçik bir məqamda səhvə yol vermişik. İstədim ki, aydınlatma olsun deyə səhvimizin üzərində işləyək, öz səhvlərimiz üzərində öyrənmək elə öyrənmənin ən gözəlidir. Deməli, burada mənim fikrimdən yayınıb, mən kuboid fiqurunu kubla yerlərini səhv yazmışam. Yəni təzədən bu tapşırığı birlikdə işləyək. Bizdən əvvəlcə nə istəyir? Kubların sayını istəyir. Baxırıq. 1, 1, 2, 3, 4, 5, 6. 6 dənə kub var. Yazırıq bura 6. Konusa baxırıq. 1, 2, üzr istəyirəm 2 dənə konus. Kuboidləri sayırıq. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Bəli, 5 dənə də kuboid var. Sonra isə burada kürələri istəyir bizdən. 1, 2, 3, 4, 5, 6, 7 dənə də kürə var. Kürəni yazırıq. Və silindr isə 1, 2. 2 dənə də silindr var. Yazırıq bura 2. Oy. Aha, əsas məsələ nədir burada? Əsas məsələ odur ki, biz burada nə edəcəyik? Misallarımızı işləyəcəyik. Gəlin baxaq misallara. Burada görə necə bunu işləmək olur. Aha. Misalda bizə deyir ki, uşaqlar, kuboid və silindrə oxşar cəmi neçə əşya var? Kuboid oxşar fiqurlarımız 5 dənədir, silindrə oxşar fiqurlarımız isə 2 dənədir. Əvvəlki videoda misalda bir balaca səhvlik olduğuna görə özümə borc bildim ki, bu misallara düzəliş eləyim. Mexaniki xırda bir səhv də olsa, amma istəmirəm ki, uşaqların diqqəti yayılmış olsun. 5 üstünə 2 elədi neçə? 7. Daha sonra kürəyə oxşar əşyaların sayı konusa oxşar əşyaların sayından neçə dənə az olduğunu, neçə dənə çox olduğunu istəyir bizdən və ona görə də biz nə edirik? Kürəyə oxşayanlar 7 dənə idi. Konusa bənzər isə 2 dənədir. Neçə dənə sayının çox olduğunu bilmək üçün 7-dən 2 çıxacaq, olacaq 5. Birinci misalda bir balaca qarşılıq olmuşdu. Digərləri hamısı düzgün idi. Rəylərdə diqqət göstərib yazan yoldaşlarımıza hər birinə təşəkkür edirəm.